Mən Salyan rayon Qarabağ kənd sakini vətəndaş Mustafa Hüseyn İmaməddinoğlu buradan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına səslənirəm. Möhtərəm cənab Prezident, ölkəmizdə təhsil çox bərbad bir vəziyyətdədir. Mən bununla bağlı dəfələrlə Elm və Təhsil Naziri Emin Əmirullayevə və Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin qəbulunda olmuşam. Eşqi Bağırova dəfələrlə müraciət etmişəm. Şirvan Salyan Regional Təhsil İdarəsinin müdürünün qəbulunda olmuşam. 2024-2025 tədris ilində Salyan rayon Qarabağ kənd İqtisadi Tam Orta Ümumi Təhsil Məktəbinin direktoru vəzifəsinə təyinat alan Zeynəm Müəmmədli etdiyi özbaşınalıqlarla bağlı mən araşdırma apardım. Və araşdırmalar nəticəsində faktlar əldə edərək Şirvan Salyan Regional Təhsil İdarəsinin keçmiş müdürü Vüqar Dadaşova müraciət etdim. Vüqar Dadaşov vətəndaş şikayətinə önəm vermədiyi üçün mən üst tutdum Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinə. Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyində Eşqi Bağırovun müavinlərinin qəbulunda oldum və müavinlərinin tapşırığı əsasında 01.04.2025-ci il tarixində Salyan rayon Qarabağ kənd İqtisadi Tam Orta Ümumi Təhsil Məktəbində monitorinq yoxlama təyin olundu. Monitorinq yoxlama nəticəsində mənim etdiyim bütün müraciətlər öz təsdiqini taparaq məktəb direktoru vəzifəsini müvəqqəti icra edən Zeynəm Məmmədli töhmət alaraq tutduğu vəzifədən uzaqlaşdırıldı. Sonradan üstündən 4 ay keçmədi, Şirvan Salyan Regional Təhsil İdarəsindən yeni təyin olunmuş Rəşad Musayev Zeynəm Məmmədlini yenidən Salyan rayon Qarabağ kənd İqtisadi Tam Orta Ümumi Təhsil Məktəbinə direktor vəzifəsinə təyin etdi. Doğrusu mən fikirləşdim ki, Rəşad Musayevin bundan xəbəri yoxdur. Mən bununla bağlı Şirvan Salyan Regional Təhsil İdarəsinin müdürü Rəşad Musayevin qəbulunda oldum. Və Rəşad Musayevə bu haqda mən bildirəndə Rəşad Musayevin bundan xəbərdar olduğunu bildirdi və Zeynəm Məmmədlini həmin vəzifəyə şəxsən özü təyin etdiyini mənə bildirdi. Və mən bu haqda öz şikayətlərimi bildirəndə, əlimdə olan rəsmi faktları təqdim etmək istəyərkən Rəşad Musayev sətiraltı sözlərlə başladı məni təhdid etməyə və məni polislə hədələməyə başladı. Mən Rəşad Musayevə bildirdim ki, mən Eşqi Bağırovun qəbulunda olacağım. 26 sentyabrda Eşqi Bağırovun qəbulunda olacağımı bildirdikdə gülərəkdən mənə bildirdi ki, Eşqi Bağırovla mən eyni vəzifədə çalışmışam, mən nazirliyə getmişəm vəzifəyə, o da Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinə vəzifəyə gedib. Siz Eşqi Bağırova şikayət etsəz də Eşqi Bağırov məni müdafiə edəcək. Bundan sonra mən üsuldan duraraq Rəşad Musayevə bildirdim ki, əgər Eşqi Bağırov da sizi müdafiə edərsə, mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət edəcəm. Bunu bildirdikdən sonra Rəşad Musayev mənə bildirdi ki, get hara şikayət edirsən et. Mən bununla bağlı 26 sentyabrda Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müdürü Eşqi Bağırovun qəbulunda oldum. Qəbulda bunların hamısını Eşqi Bağırova bildirdikdə Eşqi Bağırov sanki mən yalan danışıram, Rəşad Musayev düzün danışır deyə Rəşad Musayevi müdafiə etməyə çalışdı. Mən də Eşqi Bağırova bildirdim ki, Rəşad Musayevin otağında kameralar var. Xahiş edirəm, əgər vətəndaşa inamınız yoxdursa, açın kameralara baxılsın. Açılıb kameralara baxılsın və vətəndaşın haqlı olduğunu kameralarda siz də görün, dəqiqləşdirin. Və mənə bildirdi ki, mən bu haqda tədbir görəcəm, yalan vədlər verərək vətəndaşı aldadıb geri dönüş edirəm. Geri dönüş edəndən sonra mən ölkə rəhbəri, cənab Prezidentimiz İlham Əliyev cənablarına, Ombudsman Səbinə xanım Əliyevəyə və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev müəllimə müraciət etdim. Hələ ki müraciətimə cavab verilmir. İndi isə 31 oktyabr 2025-ci ildə Elm və Təhsil Naziri Emin Əmirullayev Salyan rayonunda vətəndaşlarla görüşə gəlir. 1 oktyabrdan dəfələrlə Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 146-2, 146-6 və 146-9 çağırış mərkəzlərinə dəfələrlə müraciət etmişəm, WhatsApp üzərindən müraciət etmişəm, onlayn qaydada qəbula yazılmağım haqqında müraciət etmişəm. Cənab nazirin qəbuluna mənə yazılmaqda köməklik göstərilmir. Mən başa düşmürəm. Cənab nazirə tərif yağdıranlar mı qəbula salırlar? Niyə şikayət edən vətəndaşları qəbula salmırlar? Əslində, cənab nazir Salyana deyil, Qarabağlı kənd İqtisadi Tam Orta Ümumi Təhsil Məktəbinə gəlib
orada mənim kimi haqlı irad bildirən valideynlərlə görüş keçirdib və valideynlərdən məlumat toplamalıdır və məktəbin vəziyyətin şəxsən özü görməlidir. Amma buna baxmayaraq, Elm və Təhsil Naziri Emin Əmrullayev Salyan rayon Qarabağ kənd İkisi Ali tam orta ümumi təhsil məktəbinə deyil, Salyan rayonuna vətəndaşları qəbul etməyə gəlir. Amma vətəndaşları qəbul etməyinə baxmayaraq, orada cənab nazirə tərif yağdıranları qəbul edir ki, geri dönüş edərkən ölkə rəhbərinə bildirsin ki, Salyanda təhsil çox şəffaf vəziyyətdədir. Amma mən buradan siz ali insanlara səslənib və bildirirəm ki, Salyanda əsla təhsil yaxşı vəziyyətdə deyil. Təhsil çox bərbad bir vəziyyətdədir. Körpə balalarımızın təhlükəsizliyi çox belə deyək, bərbad vəziyyətdədir. Təhsili çox bərbad vəziyyətdədir. Mən bununla bağlı sizlərdən köməklik istəyirəm. Cənab Prezident, çox xahiş edirəm ki, məni Elm və Təhsil Naziri qəbul etmədiyi üçün siz ali insanlar məni qəbul edəsiniz. Öncədən sizə təşəkkür edirəm. Mənim övladım Mustafayev Əbəlfəz Hüseynoğlu yüksək savada və yüksək tərbiyə malikdir. Mənim mübarizəm övladlarımın təhsili və onların gələcəyi üçündür. Ümidvaram ki, mənim prezidentim mənim verdiyim siqnala və səsimə səs verəcəkdir.